Xoş gördük dostlar. Bugün danışacağım proqram demək, hər birimiz o proqramdan istifadə edirik. Telefonda belə olsun, o proqramdan hər gün, hər dəqiqə istifadə edirik. Belə ki, bu proqram WhatsApp proqramıdır və onun yeni versiyası olan WhatsApp Plus 4.05-dən danışmaq istəyirəm və bunu kompüterimizə yükləməyi göstərmək istəyirəm. Köhnə versiyasına elə bil ki, dəyməyəcəyik və yeni versiyada BlueStar 2 vasitəsilə, hansı ki, o da BlueStar 2 onu kompüterimizdə gördüyünüz kimi burada BlueStar 2-ə keçən videolarımızda mən sizə göstərmişdim onu necə kompüterə yükləmək olar və onun vasitəsilə biz gördüyünüz bu WhatsApp Plus 4.05-i və yeri gəlmişkən onun yanında gördüyünüz hansı ki o da WhatsApp Plus 4.05, o da GB WhatsApp deyilir ona. Demək olar ki, eyni proqramdır, eyni dizayna malikdir, eyni görüntüyə malikdir və aralarında fərqləri mən deyərdim ki, menyuda görünüşü ola bilsin fərqlənir, amma içində olan hər bir qurulması eyni ilə birdir. Demək dostlar, WhatsApp Plus'un 4.05'in görünüşü bax gördüyünüz kimi bu cürdür və telefon menüsündə, smartfon telefon menyularında necə telefon menüsündə görsənir gördüyünüz kimi və yüklənəndən sonra belə bir vəziyyətdə olur. Sonra belə açılır. Burada zəngi, çatı və kontaktı göstərir. Və burada da versiya yeniləyəndə bu cür bir pəncərə açılır və versiyon yazılır, versiya 4.05 və burada da gördüyünüz kimi mesaj yerində necə smayliklər var və demək, mesaj yerində video yükləmək üçün qalereyası və audio yükləmək üçün, hər bir kontakt əlavə etmək üçün, hər bir necə o köhnə WhatsApplarda, orijinal WhatsApplarda necədir, sadəcə olaraq dizaynı dəyişilib, görünüş isə yenilənib və yeni WhatsApp Plus'un əlavə smaylikləri də var. Gördüyünüz kimi burada üstə gəlmə var, plus işarəsi, ora girirsiniz və burada əlavə yeni smaylikləri var və burada da onun nastroyka yeri, yəni qurulma yerində necə görünüşü olacaq, belə görünür və gəlirik aşağı və burada da gördüyünüz kimi quruluşunda, nastroykasında belə bir görünüşdür və onun tema yükləmək üçün də əlavəliyi var. Temasını dəyişə bilirsən, hansı dizaynda istəyirsən, hansı görünüşdə istəyirsən, o görünüşdə ola bilir və burada da menyuda görsənmə görünüşü necə olmalıdır. Burada da onun versiyalarını verir. Necə görsənsin, hansı rənglərdə olsun, hansı görünüşdə və burada da gördüyünüz kimi hətta onun orijinal görünüşünü də bura qoyublar, əlavə ediblər və burada da gördüyünüz kimi hər hansı bir versiyada istəyirsiniz, o cura qoya bilirsiniz. Yəni burada isə gördüyünüz kimi burada da onun WhatsApp 4.05 versiyasını göstərir və
Onun yükleme için de buradan gördüğünüz gibi download yazır. Buradan yükleyebilirsiniz. Yeri gelmişken ikinci WhatsApp Plus'u ise buradan da yükleme olur. Ben əlavə olaraq onun linklerini, yükleme linklerini videonun altında yerləşdirəcəm və istədiyiniz vaxt girib yükləyə bilərsiniz. Və dostlar, WhatsApp Plus'umuzu biz kompüterimizə necə yükləməliyik, bu da necə baş verir. Və sadə bir kurulumu var və giririk, onu üstünə vururuq və BlueStack vasitəsilə onu kompüterimizə əlavə edirik. Və gördüyünüz kimi BlueStack'a daxil oldu, qurduq BlueStack'da və BlueStack'a giririk və gördüyünüz kimi gəlir bura düşür. Demək olar giririk ona və onu bütöv ekran edim və burada gördüyünüz kimi burada yazır Vastanavit, yəni ki qurun. Bu Vastanavit qurun, yəni ki keçmiş arxivlərinizi, hansı ki videolarınız və yaxud da ki mahnılarınız və yaxud da ki əlavə fayllarınız WhatsApp'da silmişsə onu arxiv etmək üçün onu verir. Amma mən məsləhət görməzdim buna girəsiz və girsəniz belə onu verməyəcək. Bu elə belə quruluşdur deyə onu verməyəcək və qəbul edirik və irəli gedirik. Burada da telefon nömrəsini qeyd etməliyik və bizə lazımdır və nömrəmizi daxil edirik və irəli deyirik. Və təsdiqləyirik. Mən gördüyünüz kimi nömrəni burada gizli olaraq saxlayacağım. Üzürlü hesab edin və istəmirəm nömrəmi kimsə görsün. Və əziz dostlar, davam edirik. Və telefonumuza mesaj gəlməlidir. Kodu bizə deməlidir telefondakı kimi. Yəni telefonda necə WhatsApp-ı qururuq, bizə kod gəlir və hal-hazırda bizə kod gəldi və biz koda baxmaq üçün və gözləməliyik ki, bu açan açılsın. Bu açılsın və biz kodumuzu daxil edək və WhatsApp Plus'da dizaynına baxaq ki, görək olduğu kimi, səhifəsində olduğu kimidirmi? Mənim hal-hazırda telefonumda var və mən qurmuşam, ikisini də telefonumda qurmuşam və ikisindən də istifadə edirəm. Və beləliklə dostlar, hələ ki gözləyirik ki bu işarə tamamlansın və biz kodumuzu daxil edək. Və mən istərdim ki bu arada pauza verim ki yenidən bura qayıdarıq. Və beləliklə dostlar, biz yenə buradayıq və biz kodumuzu daxil etməliyik və kodu daxil edirik.
və kodumuzu daxil etdik və burada bayaq sizə demişdim, bu yəni arxivlərinizi kopya etmək üçün, bu arxivləri kopya etmək üçün bunu gördüyünüz kimi verir. Mən onu etmək istəmirəm və bunu buraxaq və irəli davam edək. Və irəli davam edirik. Bizə lazımdır ki, biz bunun görünüşdə necə görsənir və necə yenilənmə versiyasında nələr var. 1-2 hissəsini sizə göstərim və görək bu necə baş verir. Və burada görürsünüz, necə sizə bayaq onun saytında görsənmişdi. Və ok dedik və gördüyünüz kimi və burada görürsünüz qurulması və bura status yazmaq, WhatsApp və burada isə dostlar əsas bölüm buradır. Hər dəfə bura girəndə belə bir yazı pəncərə açılacaq. Onu qəbul edə bilərsiniz, etməyə bilərsiniz. Gördüyünüz kimi dostlar, səhifəsində göstərdiyi kimi Download Times, yəni tema yükləmək üçün, görünüşünü dəyişmək üçündür və görünüşünə baxaq və görək görünüşcə nələri var. Mən birini hələlik üçün yükləyəcəm. Və bunu hələlicə yükləyək. Və buradan da restart verirsiniz, yenidən başlat. Və bu yenə gəldi və əsas bölümü buradır. Burada da istədiyiniz kimi burada gəlirsiniz aşağı Contact Online Post var. Buraya girirsiniz və burada bu işarəni yaşıla qoyursunuz və burada demək bu tərəfi nədir? Yəni ki, səhifənizə kimsə girsə, WhatsApp-a kim girsə, dostluğunuzda kimlər varsa, kontaktınızda kimlər varsa, kimsə onlardan WhatsApp-a daxil olanda burada o yazı verir, nömrəni göstərir ya adını göstərir və burada da həmən demək nömrəni burada göstərəndə ya adını göstərəndə xəttə kim birinci daxil oldu, kim daxil oldu və onun üçün burada zənglər verir. Belə bir yazılar verir, zənglər verir, musiqilər verir və mesaj üçün mesaj şəklində verir ki, yəni biz bunu ümumi qoyuruq və ok veririk. Və kim daxil olsa biz onu biləcəyik. Və gəlirik aşağı. Mən əsas 1-2 yerini sizə göstərəcəm. Və burada da dostlar, burada hansı ki voucher ikon yazılır əsas bölümü, yəni səhifəsində də var idi, göstərilmişdi. Gördüyünüz kimi burada bir yer, hansı necə olsun, hansı rəngdə olsun menyuda görsənsin, o bölümüdür və onu seçirsiniz və istədiyiniz kimi menyuda qalsın və hər hansı birini seçək və seçdik və burada
Burada da bu gördüğünüz birinci bundan danışım. Burada da demək həmən gün, həmən saatda, həmən dəqiqə mi deyim ya, haçansa sizin WhatsApp-ınıza kimlərsə daxil olub, buradan onu yeniləyib nömrələrə baxa bilirsiniz və burada nömrələri və yaxud da ki, kimlər girib onu göstərir. Burasına çox dərindən getməyim və bir də ki, WhatsApp Plus-da müsbət bir cəhət, burada istədiyiniz kimi kod qoya bilirsiniz. WhatsApp-a kod qoymaq olur. İstədiyiniz rəqəm seçirsiniz və koda qoyursunuz. Açmaq üçün də ki, çox asandır. Buradan onu bağlayırsınız. Yəni, sonra daha istəsəniz qoymaya da bilərsiniz. Burada deaktiv edə bilərsiniz bu yazıda. Və beləliklə dostlar, bayaq temanı dəyişdim və tema dəyişildi. Mən çox da dərinə getmək istəmirəm və bunları sizə göstərmək istədim və necə olur. Və belə dostlar, bu qədər. Yeni videolarımda görüşənədək abunə olmağı unutmayın dostlar. Yeni videolarımda yenidən görüşərik. Hələlik dostlar. Unutmayın dostlar. Yeni videolarımda yenidən görüşərik. Hələlik dostlar.